xahiş edirik. Facebook'ta özelleştirme çekleri grubunda paylaşın. Hem de mütləq dostlarınızla WhatsApp'ta paylaşın. Dostlar, hamı paylaşsın ki birləşək, haqqımızı birlikte tələb edək. Və davam edək. 7. Bakı Apellyasiya Məhkəməsi 29 sentyabr 1995 il tarixli 1120 sayılı qanunla təsdiq edilmiş Azərbaycan Respublikasında 1995-1998 illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramının, Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının, çeklərinin dövrəyə buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1996 il 25 Mart tarixli 450 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları çekləri haqqında əsasnaməsinin 7 yanvar 1993 il tarixli 445 sayılı Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanunun tələblərini pozub. Belə ki, Bakı Apellyasiya Məhkəməsi öz qərarında qeyd edib ki, dövlət özəlləşdirmə çekləri fərmanla dövrəyə buraxılıb, lakin bu qəbul edilməzdir. Belə ki, dövlət özəlləşdirmə çekləri 29 sentyabr 1995 il tarixli 1120 sayılı qanunla təsdiq edilmiş Azərbaycan Respublikasında 1995-1998 illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı ilə başqa bir ifadə ilə qanunla dövrəyə buraxılmışdır. Dövriyədə tədavül və ödəmə tədiyyə vasitəsi olması da qanunla tənzimlənmişdir. Hələ də qüvvədə olan Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının, çeklərinin dövrəyə buraxılması haqqında Azərbaycan Respublikası Prezidentinin 1996 il 25 Mart tarixli 450 nömrəli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət özəlləşdirmə payları, çekləri haqqında əsasnamənin 1.5-ci bəndində deyilir ki, dövlət özəlləşdirmə paylarının, çeklərinin dövlət mülkiyyətinin özəlləşdirilməsi zamanı ödəniş, yəni tədiyyə vasitəsi kimi qəbul edilməsindən imtina etmək qadağandır. Bu qadağanın hüquqi əsasını 7 yanvar 93 il tarix 445 sayılı Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında qanunun 19.1-ci maddəsi təşkil edir. Həmin 1120 sayılı qanunda göstərildiyi kimi, dövriyədə olan dövlət özəlləşdirmə çeklərinin tədavül vasitəsi kimi istifadə müddəti 3 il ilə məhdudlaşdırılsa da, 445 sayılı qanunla özəlləşdirmə paylarının pul və ya dövlət özəlləşdirmə çekləri formasında verilməsindən asılı olmayaraq, onların ödəmə tədiyyə vasitəsi kimi bütün özəlləşdirmə dövründə istifadəsi heç bir müddətlə məhdudlaşdırılmayıb. Ancaq birinci dəfə Ulu Öndər vəfat etdikdən sonra 2004-cü ildə konstitusiya və qanunlara zidd olaraq dövlət özəlləşdirmə çeklərinin ödəmə vasitəsi kimi istifadə müddəti məhdudlaşdırıldı. Başqa bir ifadə ilə 2011-ci ildən etibarən dövlət özəlləşdirmə çekləri həm tədavül, həm də tədiyyə ödəmə vasitəsi kimi istifadəsi fərmanla dayandırıldı. Yəni, mülkiyyət hüququndan istifadə konstitusiyaya və qanunlara zidd olaraq qanundan aşağı qanunvericilik aktları ilə pozuldu. Lakin məhkəmələr buna heç bir hüquqi qiymət vermədilər. Eyni zamanda Bakı Apellyasiya Məhkəməsində iclas zamanı da əmlak məsələləri üzrə dövlət xidmətinin nümayəndələri öz şifahi yanaşmaları ilə dövlət özəlləşdirmə çeklərinin Cənab Prezident tərəfindən dövrədən çıxarıldığını iddia etdilər. Hesab edirik ki, bu qəbul edilməzdir. Belə ki, Cənab Prezident dövlət özəlləşdirmə çeklərinin qanunvericiliklə nəzərdə tutulmuş qaydada, yəni elan verilərək, kompensasiya ödənilərək dövrədən çıxarılmasını tələb edib. Lakin cavabdeh idarə bu tələblərə əməl etməyib. Hesab edirik ki, indi də bu yolla törətdikləri qanun pozuntularına məhkəmə vasitəsilə hüquqi qüvvə verməyə çalışırlar. Bu qəbul edilməzdir. 8. Bakı Apellyasiya Məhkəməsi inzibati icraat haqqında Azərbaycan Respublikası qanunun tələblərini də pozub. Belə ki, inzibati icraat haqqında Azərbaycan Respublikası qanununun 57.1-ci maddəsində deyilir ki, qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. İddiaçılar axırıncı 2 il ərzində dövlət özəlləşdirmə çeklərinin dövrədən çıxarılması barədə əmlak məsələləri üzrə dövlət xidmətinə etdiyi
sorğulara xidmət tərəfindən verilən rəsmi cavabların heç birində dövlət özəlləşdirmə çeklərinin dövriyədən çıxarıldığı və bu barədə inzibati aktın olduğu bildirilməyib. Yəni, dövlət özəlləşdirmə çeklərinin qanunla dövriyədən çıxarılması faktı öz təsdiqini tapmır. Bu səbəbdən də əmlak məsələləri üzrə dövlət xidmətinin nümayəndələri nə iddiaçılara, nə də məhkəmələrə heç bir rəsmi sənəd təqdim etməyib. Bakı Apellyasiya Məhkəməsi öz qərarında qeyd edib ki, inzibati icraat haqqında qanunun 67.11-ci maddəsində nəzərdə tutulur ki, maraqlı şəxs bir il ərzində kompensasiyanın ödənilməsi tələb edə bilər və bu qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. Göründüyü kimi iddiaçılar kompensasiya tələbini irəli sürmək üçün qanunla müəyyən olan iddia müddətini ötürmüşlər. Bunu Apellyasiya Məhkəməsi qeyd edir. Burada təbii ki, sual olunur. Qanunla müəyyən olunmuş qaydada bu günə qədər heç bir məlumat mətbuatda dərc olunmayıbsa və qanunvericiliyə uyğun olaraq heç bir akt qəbul edilməyibsə, məhkəmə bir illik qanunla müəyyən olunan iddia müddətinin ötürüldüyünü hansı əsasla qəbul edib? Göründüyü kimi, məhkəmə həmin tələbi pozub. Belə ki, belə bir məlumatın mətbuatda dərc olunduğu sübut olunmur. Bundan başqa, inzibati icraat haqqında Azərbaycan Respublikası Qanunu 62.1-ci maddəsində deyilir ki, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Göründüyü kimi, işin hallarının araşdırılması obyektiv araşdırma prinsipinin tələbinə əsasən məhkəmə mübahisəsinin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmağa borcludur. Lakin məhkəmə bu tələbi yerinə yetirmədi və qanunvericiliyi pozdu. 9. Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun qərarlarını da pozub. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında 3.5-ci bəndində deyilir ki, apellyasiya instansiyası məhkəmələri iddianın mümkün sayılmamasına dair qərardatlardan verilən şikayətlərə baxarkən qəbul edilmiş məhkəmə aktının qanunliliğini və əsaslılığını həm də məhkəmənin yardım etmək vəzifəsinə uyğun davranması nöqteyi nəzərindən qiymətləndirməlidirlər. Bundan başqa, həmin plenum qərarının 5.3-cü bəndində deyilir ki, iddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda bir qayda olaraq iddia mümkün sayılmalıdır. Yuxarıda göstərilən qanun pozuntularında göründüyü kimi, Bakı İnzibati Məhkəməsinin qərardadının qanunliliğini və əsaslılığını yoxlamayıb, iddia qaldırmış şəxslərin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallara əhəmiyyət verməyib və nəticədə qanuni və əsası olmayan qərardat qəbul edib. Hesab edirik ki, bu qəbul edilməzdir. Dostlar, Facebook'ta özəlləşdirmə çekləri qrupu var. Orada 41 mindən çox ailə var. Ancaq hər paylaşanda ancaq 100 adama xəbər çatır. Bu səbəbdən hamınızdan xahiş edirik. Facebook'ta özəlləşdirmə çekləri qrupunda paylaşın. Həm də mütləq dostlarınızla WhatsApp'da paylaşın. Dostlar, hamı paylaşsın ki, birləşək. Haqqımızı birlikdə tələb edək. Əziz dostlar, təkrar edirəm. Hamı bu şikayətdə olan faktları bilməlidir və müzakirə etməlidir ki, haqqınızı düzgün tələb edə biləsiniz. Bir daha aldanıb çeklərinizi ucuz qiymətə satmayasınız. Çünki ali məhkəmə qərəzli olsa və qanunsuzluğu aradan qaldırmasa, Avropa məhkəməsinə müraciətlər olunacaq. Heç kim ümidini qırmasın. Gec ya tez, haqq və ədalət həmişə qalib gəlir. Allah böyükdür. İnşallah ali məhkəmədə ümid eləyək ki, doğru, dürüst qərarda çıxarılacaq. Xalqımızın pozulmuş hüququ bərpa olunacaq.
insanlar öz qanuni sahibkarlıq haqqına qovuşacaqlar. Əks halda qeyd olunduğu kimi daha yuxarı orqanlar ki, bu Avropa Ali Məhkəməsinin Azərbaycan üzvüdür, inzibati aktlar əsasında qəbul olunmuş qərarlar əsasında orada baxılacaq, müraciətlər olunacaq daha doğrusu inşallah və nəticə etibarilə əvvəl qeyd etdiyimiz kimi nəticə xalqın xeyrinə həll olunacaq. Diqqətlə qulaq asdığınız üçün sizə təşəkkür edirəm. Vaxtınızı çoxaldımsa üzürlü sayın. Əssalamu aleykə və rəhmətullahi və bərəkatuhu.